100 yaşına kimi yaşayan Okinavalılar nə yeyib içirlər? Gəlin bugün bundan danışaq. İlk növbədə Okinavalılar çoxlu tərəvəz yeyirlər. Məsələn, ağ turp, kələm, bənövşəyi şirin kartof, sonra qoya adlı bir tərəvəz var, hansı ki acı xiyar kimi bir şeydir. Yəni bol-bol tərəvəz və yaşıllıq yeyirlər, hansı ki vitaminlərlə və antioksidantlarla zəngindir. Yodla zəngin olan dəniz yosunu dəhşət çox yeyirlər. Daha sonra fermente olunmuş qidalar, məsələn, fermente olunmuş soya paxlası, mizo pastası, ət və toyuq az yeyirlər, lakin balıq və dəniz məhsullarını çox yeyirlər. Kofe demək olar ki, yerli Okinavalılar demək olar ki, kofe içmirlər. Yaşıl çay, yasəmən çayı və digər ot çaylarını çox içirlər. Şirniyyat demək olar ki, çox az yeyirlər. Meyvə şirin olduğu üçün çox az yeyirlər. Yalnızca məsələn axşam yeməyindən sonra meyvəni desert kimi çox az miqdarda yeyirlər. Bundan əlavə Okinavalıların belə bir qaydası var. Hara hachibu. Hara hachibu nə deməkdir? Süfrədən %80 doyanda durmaq lazımdır. Və bu qaydaya ciddi şəkildə əməl edirlər. Yəni bu adamlar nə çoxlu basıb yemirlər, nə də ki özlərini ac saxlamırlar. %80 doyanda süfrədən qalxırlar. Okinavalıların süfrəsində çeşidlilik çoxdur. Yəni bir öğündə, türklər demiş, bir öğündə az-az, hər şeydən az-az görmək olar. Amma heç vaxt dolu-dolu qoymurlar. Yəni çeşidli olur, amma az-az olur. Yəni Okinavalıların uzun ömürlü olmasının ən vacib səbəblərindən biri onların qidalanmasıdır. Yəni tək səbəb təbii ki bu deyil, amma ən vacib səbəblərdən biri onların qidalanmasıdır və onlar sadə və balanslı qidalanırlar. Həzm sistemini dəstəkləyən şeylər yeyirlər, çox yağlı yemirlər və çoxlu bol-bol yürüyüş eləyirlər. Və Okinavalılar uzun yaşamaqla bərabər həmişə öz yaşlarından ən az 20 yaş daha cavan görünürlər.